vətən eşqi, vətəndaşlıq hissi. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hər an dəyişən dünyamızın dəyişməyən dəyəri. Könlümün sevgili məhbub imanıyım. Vatanımdır, vatanımdır, vatanım. İndi nəinki sizin, bütün dünyanın diqqəti bizdədir. Çünki efirdə bəşəriyyətin şah əsərini yaradan bir xalqın səsi və sözüdür. Bizim xaricdə yaşayan böyük ailəmiz var, Azərbaycanlılardır. Onlar öz doğma vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harda yaşamağımızdan asılı olmayaraq biz öz vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, bizim hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün Azərbaycanlıların vətənidir. Hər vaxtınız xeyir olsun əziz dinləyicilərimiz. Azərbaycan radiosunda xarici ölkələrdə yaşayan soydaşlarımıza həsr olunan ünvanımız Azərbaycandır verilişinin efir vaxtıdır. Verilişin aparıcısı mən Mətanət Əzimova hər birinizi salamlayıb keçirəm bugünkü mövzumuza. 11 fevral Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinin işğal günüdür. Xaricdə yaşayan Azərbaycanlı uşaqların onlayn təhsil layihəsinin mahiyyəti və əhəmiyyəti nədən ibarətdir? Bəs ölkəmizdə təhsil sistemində aparılan islahatlarda beynəlxalq təcrübələrdən necə istifadə olunur? Bugünkü söhbətimiz bu mövzuları əhatə edəcək əziz dinləyicilərimiz. İlk olaraq Malıbəyli və Quşçular kəndinin işğalı ilə bağlı səhifəmizi vərəqləyəcəyik. Bəli əziz dinləyicilərimiz, 1992-ci ilin fevralın 11-də Ermənistan silahlı qüvvələri Şuşanın Malıbəyli və Quşçular kəndini işğal edib. İşğal zamanı hər iki kənd yandırılıb. Yaşayış evləri, məktəblər, uşaq bağçaları, məişət evləri, inzibati binalar, eləcə də mədəniyyət abidələri, onlarla kənd təsərrüfatı obyektləri məhv edilib. Hər iki kəndin dinc sakinləri qətlə yetirilib, əsir götürülüb və yaralanıblar. Bəli əziz dinləyicilərimiz, 11 fevral erməni faşizminin qurbanlarından olan Malıbəyli və Quşçular adlı kəndlərimizin işğal günüdür. 1992-ci ildə ermənilərin vəhşicəsinə talan etdiyi hər iki kənd hazırda erməni əsirliyində olan gözəl Şuşamızın ərazisinə aid olan kəndlərdəndir. Kim, harda? Yurdumuzun daha da inkişaf etməsi və düşmən əsirliyində olan torpaqlarımızın azadlığı naminə nə işlər görür? Növbəti səhifəmiz xaricdə yaşayan Azərbaycanlı uşaqların onlayn təhsili barədədir. Bu sahədə səmərəli layihə ilə xidmət göstərmək istəyində olan ziyalımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kompüter Elmləri kafedrasının dosenti İlham Əhmədovu studiyamıza dəvət etmişik. Qonağımızla bir qədər də ətraflı tanış olaq, sonra isə keçərik əsas söhbətimizə. Eyni zamanda qeyri-hökumət təşkilatları ilə əməkdaşlığımız var. Peşə yönümlü təhsilin inkişafına yardım ictimai birliyinin təsisçisi və icraçı direktoruyam və hər iki istiqamətdə təhsillə əlaqəli layihələrdə iştirak edirik, müəyyən elmi tədqiqatlar aparırıq. Qonağımızla daha ətraflı tanış oldunuz əziz dinləyicilərimiz. Bildiyiniz kimi həmsöhbətimizlə əsasən müəllifi olduğu layihə barədə söhbətləşəcəyik. Amma yeri gələndə digər mövzularımız barədə də olan suallarımız olacaq. Məsələn, elə xaricdəki soydaşlarımızın inteqrasiya prosesində assimilyasiyaya uğramaq məsələsi də söhbət əsnasında yaranan suallarımızdan biridir. Müsahibimizin bu məsələ ilə bağlı fikirlərini eşidək. Bildiyiniz kimi dünyada 50 milyondan artıq Azərbaycanlı var. Onların da yeganə dövləti Azərbaycan Respublikasıdır. Biz dolayısı yolu ilə bütün dünyaya səpələmiş Azərbaycanlıların inkişafına, mədəniyyətinə, təhsilinə, bir-biri ilə inteqrasiya olunmasına və nəhayət öz ana vətəninə bağlılığına və öz ana vətəni haqqında maksimum informasiya almağa, öz dövlətimizin siyasətini onlara izah eləməyə borcluyuq.
Belə bir deyim var, deyir, düşmənə qalib gəlmək istəyirsənsə, onun uşaqlarına tərbiyə ver, təhsil ver. Amma bizim 50 milyon əhalimiz səfərlənib müxtəlif ölkələrdə yaşayır, müxtəlif ideologiya təsiri altındadır, müxtəlif formatda təhsil alırlar. Amma mən hesab edirəm ki, artıq dünyada gedən qloballaşma bütün dünya ölkələrini əhatə eləməklə yanaşı, bu 50 milyon insanı da biz Azərbaycan dövləti olaraq bir mikro qlobal şəkildə əhatə eləməliyik. Yəni onlar hamısı eyni nöqtəyə vursunlar, eyni hədəfə vursunlar, eyni ideologiya xidmət eləsinlər. Bu da Azərbaycançılıq ideologiyası. Bu mənada bayaq dediyim o sözə gətirirəm ki, biz yeni doğulan uşaqlar ki var, qürbətdə doğulurlar. Onların da bəziləri qarışıq ailədə olur. Ata Azərbaycanlı olur, ana digər başqa bir millətdən olur. Və onlar tədricən yaşadığı ölkənin dilini öyrənir, mühitini öyrənir. Bəzən heç Azərbaycan hardadır, xəritədə də tanımırlar. Azərbaycan haqqında məlumatlar az olur, dilimizi bilmirlər. Sonra böyüyəndən sonra da, müəyyən yaşdan sonra da Azərbaycanın mənafeyinə uyğun hansısa bir hərəkətlər etmək, vətənpərvərlik hissi olmaq, daima ürəyi Azərbaycanla döyünmək, belə hisslər onlara yad olur. Bu məqsədlə mən fikirləşirəm ki, lap erkən vaxtından, uşaq doğulandan az vaxtdan sonra onu daim valideynləri öz ana vətəni haqqında məlumatlandırmalıdır. Amma onların məlumatlandırılması üçün də biz burada müəyyən bir resurslar hazırlamalıyıq. Ki, yəni valideyn də bir məlumatı əlində olsun ki, uşağı nə yöndə tərbiyə eləsin, Azərbaycan dilini hansı vasitələrlə öyrətsin, Azərbaycan tarixini hansı vasitələrlə öyrətsin və s. Və bu yöndə internet bütün dünyanı əhatə eləyibdir bir şəbəkə kimi və bir böyük imkanlar yaradır, o cümlədən təhsillə bağlı imkanlar yaradır, o cümlədən diaspora fəaliyyətində koordinasiya eləmək, bunları birləşdirmək, informasiya mübadiləsi aparmaq imkanları yaradır və biz bu imkanlardan istifadə edərək bütün diasporada olan, xüsusən də cavanların, məktəbə qədər yaşlı uşaqların, məktəblilərin, tələbələrin Azərbaycandan müəyyən bir təhsil resursları vasitəsilə onların əlavə təhsilini təşkil eləmək və daima mütəmadi olaraq onlara Azərbaycan mədəniyyəti, Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, Azərbaycan tarixi, bu istiqamətlərdə biz onları məlumatlandırmalıyıq ki, onlar Azərbaycanlı olmağı ilə fəxr eləsinlər. Çünki öz xalqını tanıyan insan, öz vətənini tanıyan insan və özünü tanıyan insan, bunlar bir-birindən eynilik təşkil etməli. Yəni özünə hörmət edən insan öz vətənini, öz xalqını sevməlidir. Əgər o öz xalqını, vətənini sevmirsə və yaxud da yaxşı tanımırsa, o heç vaxt bir şəxsiyyət kimi də formalaşa bilməz. Çünki o öz nəzərində bir ali bir xalqın, mədəni bir xalqın dərin kökləri, mədəniyyəti, ədəbiyyatı olan bir xalqın nümayəndəsi olmağını dərk eləmir. Və onun ətrafında digər xalqların nümayəndələri söhbət edəndə onun öz milləti, öz xalqı, öz dövləti haqqında deməyə sözü olmur. Ona görə biz bu gənc nəsli elə bir formalaşdırmalıyıq ki, bunlar istəyir Kanadada yaşasın, Amerikada yaşasın və s. Daim biz bu Azərbaycandan, Bakıdan müəyyən bir resurslar olaraq daim onların biz təliminə, onların inkişafına, onların dövlətçilik ətrafında birləşməsinə xidmət edən bir təhsillə, onlayn təhsillə biz onlara imkanlar yaratmalıyıq. Böyük dövlət başçıları, qonşu dövlətlərdə olan dövlət başçılarının bir neçə dəfə müsahibələrini dinləmişəm, məqalələrini oxumuşam. Onlar özləri də etiraf edirlər ki, Azərbaycan xalqı assimilyasiyaya meyilli xalqdır. Məsələn, biz qonşu dövlətlərlə götürsək, Gürcüstan, Dağıstan xalqları, Çeçenlər, lap elə ermənilərin özləri. Onlar harasa düşərlərsə, 100 ildə, 200 ildə keçsə, onlar öz ata-baba torpağı haqqında nəsildən nəsilə məlumat verərək 200 ildir deyək ki, hansısa bir erməni ailəsi Fransada yaşayırsa, amma o erməniliyini heç vaxt unutmur və sanki onlarda bir millət olaraq bir strategiya var, uzun illik, bir neçə yüz illik strategiya var və o strategiya əsasən onlar dünyanın hansı məkanda olsalar da, nə eləsələr də daim öz ölkələrinə müəyyən qədər bağlı olurlar, onun üçün nəsə eləmək istəyirlər. Amma bizim xalqımızın sadəliyindən, humanistliyindən və daha məsələlər daha yüksək səviyyədə görünüb baxırlar. O yaşadığımız ölkədə də insanlar həmin ölkələrə tez qaynayıb qarışırlar, assimilyasiya olurlar və bu mənada bu inteqrasiyanın həddini aşırıq biz. Yəni inteqrasiyanın da müəyyən bir həddi olmalı ki, sən öz milliliyini, öz vətəninə bağlılığını, öz şəxsiyyətini saxlamalısan. Bu xüsusən indi qloballaşma dövründə lap çətinləşibdir.
Bəli. Bu qloballaşma təsəvvür eləyin ki, nəinki diasporada yaşayan insanları, ayrı ölkələrdə, xüsusən də kiçik xalqlar, kiçik dövlətlərdə yaşayan insanları asanlıqla assimilyasiya eləyəcək. Bu qloballaşmanın genel məqsədi budur, baş strategiyası budur ki, dünyada hər şey vahid standarta gələcək və sürətlə azsaylı xalqların dilləri sıradan çıxır. Çox sürətlə, məsələn, bir neçə min dil var, eşidirsən ki, məsələn, hər 5 ildən, 10 ildən bir 100 dənə, 200 dənə dil artıq sıradan çıxdı. Ona görə də bu assimilyasiya məsələsində biz ehtiyatlı olmalıyıq və ölkəmizin diaspora siyasəti də buna xidmət eləməlidir ki, inteqrasiya olmalıdır, amma o inteqrasiya insanın milli mənsubiyyətini, milli xarakterini, milli mentalitetini qoruyub saxlamaqla olmalıdır bu inteqrasiya. Verilişimiz davam edir əziz dinləyicilərimiz. Siz Azərbaycan Radiosunda ünvanımız Azərbaycandır verilişini dinləyirsiniz. Söhbətimizi hər bir xalqın varlığını təsdiq edən əsas atributlardan biri dilin qorunub saxlanılması ilə bağlı mövzu ilə davam etdiririk. Dilimizin təmizliyi məsələsi bu mühüm məsələdir. Bunu nəinki əcnəbi ölkələrdə, diasporada yaşayanlar, bunu elə Bakının özündə yaşayanlar da qoruya bilmirlər. Mən xatırlayıram Sovet dönəmini. Yadınızda varsa 70-ci, 80-ci illərdə Bakının 50%-dən çoxsu rusca danışırdı. Rus dilini təmiz bilməyənlər də rusca danışırdılar. Və o dildə də rus kəlmələri kifayət qədər yer tuturdu. O proses bu gün də var hələ də. Məsələn, deyək ki, Azərbaycanlılar hətta Bakıda öz aralarında rusca danışırlar. Bu deyək ki, o qədər də bu milli mentalitetin inkişafı, dilimizin qorunması inkişafı baxımından orada da yaxşı hal deyil. Mənim yadıma gəlir 80-ci illərdə burada bir konferans var idi Bakıda. O vaxt Sovet hökuməti idi. SSR-nin müxtəlif respublikalarından gəlmişdilər alimlər və qeyri-rəsmi tədbirdən sonra söhbət eləyəndə mən soruşdum, necədir təəssürat Bakı haqqında? Dedi, Bakı xoşumuza gəlir. Dedi, Bakı Pribaltikadan da, Tbilisdən də, Yerevandan da daha çox xoşumuza gəlir. Dedim, nəyə, hansı xüsusiyyətini gördük? Biz burada özümüzü Moskvada kimi hiss elədik. Hər yerdə rusca danışırlar. Bu əslində bizim üçün sevindirici bir hal deyil idi. Yəni bu Gürcüstana gedir, Tbilisiyə hər yerdə Gürcücə danışırlar. Pribaltikada hər yerdə öz dillərində danışırlar. Hətta Ukraynada, Kiyevdə Ukrayna dilində danışırlar. Hərçənd ki, onların dili də, dini də, tarixi də eyni Slavyan kökündən gələndir. Amma mən özüm Kiyevdə dəfələrlə olmuşam, orada müdafiə eləmişəm aspirant vaxtı dissertasiyamı, çox olmuşam orada. Amma bu deyəndə ki, biz burada özümüzü Moskvada kimi hiss elədik, bu mənə çox pis təsir elədi əslində və fikirləşdim ki, niyə? Onda heç kəs dağılına gəlməzdi, ittifaq dağılacaq. Amma onda mən düşünürdüm ki, belə getsə 50 ildən sonra Azərbaycan dilində danışan olmayacaqdır. Bu təəssüf ki, bax belə pis meyil bizdə var. Bu assimilyasiya meyli bax belə şeylərdən əmələ gəlir. Davamı ilə bu gün ingilis dili geniş yayılıbdır. İndi həmən o sizin və rus dilindən Azərbaycan dilini sintez edib danışanlar ki var. İndi həmən kateqoriya insanlar var, Azərbaycan ingilis rus dillərini sintez edib danışırlar. Və yaxud da Azərbaycan ingilis dilində söhbət edir, 2 dənə, 3 dənə sözü ingilis dilində ifadə edir. Bax, bu dilimizi biz təmizləməliyik, inkişaf etdirməliyik. Mənim yadıma gəlir 80-cı illərdə Türkiyədə belə bir hərəkat olmuşdu. Türk dilinə də bu texnikanın, texnologiyanın təsiri ilə çoxlu ingilis və digər mənşəli sözlər daxil olmuşdu. Bir dövlət komissiyası yaradıldı, bizdə terminologiya komissiyası yaradılan kimi. Və onlar bütün o türk dilinə rəsmi şəkildə daxil olan bütün o sözləri, terminləri müəyyən edirdilər, onlara türk dilində qarşılıqlı bir söz tapırdılar və onu rəsmiləşdirdilər ki, bundan sonra deməli jurnalistikada, elmi ədəbiyyatlarda bu terminlərin əvəzində bu sözlərdən istifadə olunsun. Yəni dili qorumaq lazımdır və bunun da görünür kökü dərindir. Bizim assimilyasiya olmalıdır. Əvvəla biz balaca kiçik bir ərazidə olsaq da burada çoxlu xalqlar yaşayırlar. Ondan sonra elə bizim tariximizdə də həmişə xanlıqlar olubdur, vəsair olubdur. Yəni biz müəyyən qədər görünür bu hardansa bu tarixi son bir neçə əsrdə, 2-3 əsrdə xüsusən tarixi bizim genetik kodumuzda dəyişiklik gedibdir. Amma bizim üçün böyük bir nümunə və Türkiyə. Türkiyənin tarixi, Türkiyənin bugünkü günü, keçmişinə biz baxanda görürük ki, türklər öz dilinə, öz torpağına, öz vətəninə, öz soyuna necə hörmət edirlər. Ona görə də onlarda elə yüksək vətənpərvərlik var. Dövlətinə sədaqət var.
və türklərin də diasporası çoxdur Almaniyada, Amerikada və s. Amma onlar daha çox öz ana vətəni ilə bağlıdırlar və mən inanmıram ki, hansı bir türk gəlsin Amerikadan Türkiyədə efirdə danışsın və ingilis sözlərindən orada istifadə eləsin türk sözü ilə yanaşı. Ona görə dilimizin təmizliyi olmalıdır. Bunlar da bir başqa problemdir. Amma əsas məqsədimiz isə o diasporanda yeni böyüyən uşaqları biz uşaqlıqdan öz ana dilini öyrətməliyik və bunun da öyrədilməsini mən bəxsdə söylədiyim kimi internet üzərindən öyrətməklə, məsələn, müəyyən video dərslərlə, müəyyən audio dərslərlə və s. bu məlumatlar, yəni uşaqlar özləri sərbəst şəkildə hamısının evində planşeti var, smartfonu var uşaqlar. Özləri oradan onlara bir maraq, məhəbbət, motivasiya yaratmaq lazımdır ki, balaca uşaq hələ məktəbə getməmişdən açsın o məlumatları Azərbaycan nağılına qulaq assın Azərbaycan dilində, uşaqlar üçün Azərbaycan mahnılarına qulaq assın, Azərbaycan dilində tapmacalara qulaq assın. Qulağı Azərbaycan nitqinə öyrənsin, eşitsin bunu. Əslində qalsa hələ biz sizi elə bu məsələ ilə bağlı, yəni sizin haqqında bir dəqiqə söhbət açdığınız o layihə ilə bağlı studiyamıza dəvət etmişik. Yəni o layihənin kağız üzərindəki məlumatlarla mən tanışam. Mənim çox xoşuma gəldi və diqqətimi çəkdi. Belə başa düşdüm ki, siz onu həyata keçirmək istəyirsiniz, amma qarşıda duran maneələr nədir? Ümumiyyətlə, mən dedim, mən elmi tədqiqatla da məşğulam və mənim elmi tədqiqatlarım informasiya texnologiyalarının təhsildə tətbiqi, onun da yüksək zirvəsi distant təhsildir, onlayn təhsildir. Bu məsələlərlə məşğulam və xeyli məqaləm də var bu sahədə. Mən 2 il bundan əvvəl məqalə oxudum mətbuatda. Deməli, Gürcüstanda olan Azərbaycan məktəblərinin sayı sürətlə azalır. Bunu Gürcüstanda yaşayan, deməli, orada fəallar, ictimai fəallar belə bir məqalə yazıblar və müraciət ediblər ki, bizə kömək eləyin. Deyək ki, müstəqilliyin ilk illərində Gürcüstanda 180 Azərbaycan məktəbi var idi, indi 120 Azərbaycan məktəbi var. Və bunların sayı da azala-azala gedir. Və bunun səbəbi də, deməli, Gürcüstan məktəblərində Azərbaycan dilli müəllimlərin çatışmazlığıdır. Yəni, ittifaq dağılandan sonra oradan Gürcü vətəndaşları, Azərbaycan milləti olan Gürcü vətəndaşlar gəlib bizdə ali təhsil ala bilmirlər. Bunlar əcnəbi tələbə hesab olunurlar, bunların təhsil haqqı bahadır, digər problemlər var və belə də götürəndə müəllimlik peşəsi də o qədər də görünür, cəlbedici görünmür gənclər üçün. Ona görə bu peşə ilə gəlib burada təhsil alanlar olmayıbdır. Və yaşlı müəllimlər də işləyirlər və müəyyən bir müddətdən sonra artıq olan təqaüd yaşı gəlir, təqaüdə gedirlər, onların yerinə yeni müəllim gəlmir. Və o məktəblərdə də deməli fən müəllimləri olmadığına görə də o məktəblər tədricən bağlanır. Mən o məqaləni oxudum, narahat oldum və həmən yoldaşları mən tapdım, onlarla məktublaşdım və onlara təklif elədim ki, sizin bu problemi biz həll eləyə bilərik və bu distant təhsil, onlayn təhsil, bax belə məsələlərin həllində çox məqsədə uyğun bir texnologiyadır. Mən nümunə də gətirdim ki, 2000-ci illərdə Pribaltika respublikalarında rus dilli məktəblər bağlanırdı və orada da xeyli rus dilli əhali yaşayırdı həmən dövrdə. O məktəblər bağlananda uşaqlar məktəbdə təhsilini davam edə bilmədilər. Onda deməli Moskva hökuməti, Moskva şəhərinin meriyası onlayn distant məktəb yaratdı. Çünki artıq Rusiyada 2000-ci illərin əvvəllərində distant təhsil inkişaf eləməyə başlamışdı. Az vaxtın ərzində belə bir distant məktəb yaratdı və Pribaltika respublikalarında yaşayan rus dilli əhali, o uşaqlar deməli öz təhsilini onlayn formada davam elədilər və onların hamısı da sonra Rusiya Federasiyasının attestatı verildi və kim istədi gəldi, Rusiyada təhsil aldı, kim istədi başqa ölkələrdə, o cümlədən Pribaltikada ali təhsil alma imkanı oldu vardı. Hər halda onların orta təhsili dayanmadı. Bunlar fasiləsiz deməli təhsilini aldılar və attestat ala bildilər. Biz də bu mənada distant onlayn bir təhsil sistemi yarada bilərik Bakıda. Ondan deməli Gürcüstanda yaşayan uşaqlar təhsil alırlar, təhsilini davam eləyər və müəyyən müddətin ərzində də biz vaxtilə görünür bu məsələləri unutmuşuq. Gürcüstan məktəbləri üçün müəllim hazırlayaq. Amma bu onlayn təhsil də öz yerində. Çünki onlayn təhsilin olması real məktəbin işləməsi ilə paralel getsə lap yaxşı olardı. Bax belə bir fikirdir. İndi biz bununla bağlı müraciət elədik Gürcüstanda soydaşlarımıza ki, siz bu layihəyə müəyyən qədər dəstək verin. Yəni bu maliyyə tərəfi var, müəyyən xərclər var. Biz bunu eləyək Bakıda. Onlar bunu dəstək tapa bilmədi, maliyyə dəstəyi. Mən Bakıda müəyyən qurumlara müraciət elədim
Burada da uzandı, bir nəticə olmadı. İndi son vaxtlar biz diaspora komitəsi ilə də bu məsələni müzakirə elədik. Onlar sağ olsunlar bizi məsələnin aktuallığını anındaca qiymətləndirdilər və bu məsələnin həllində qoşuldular. Və bu 2020-ci ildə Diaspora Dəstək Fondu müəyyən qədər maliyyə ayıracaq bu işin ilkin mərhələsi üçün və burada olacaqdır demək, hələlik məktəbi hazırlıq proqramı əsasında uşaqların distant təhsili və burada hələlik ancaq Azərbaycan dili fənni üzrə, yəni məktəbi hazırlıq proqramı əsasında 4-5 yaşında olan uşaqların Azərbaycan dilinin öyrədilməsi onlayn formatında. Verilişimiz davam edir əziz dinləyicilərimiz. Xatırladıram ki, siz Azərbaycan Radiosunda ünvanımız Azərbaycandır verilişini dinləyirsiniz. Həm söhbətimiz ziyalı olduğundan bizi düşündürən digər bir sualımızı cavablandırmağı da xahiş etdik. Bu diaspor işimizin əsas məsələlərindən olan diaspor üzvlərimizin müxtəlif xalqların nümayəndələrindən olması. Daha dəqiq desək, yaşadığımız hər hansı bir ölkədə həmin ölkənin ictimaiyyətinin diqqətini diaspor işimizə cəlb etmək və onlarda bu işə maraq hissi oyatmaq mövzusudur. Həm söhbətimizin bu barədə də fikirlərini eşidək. Mən hesab edirəm ki, diaspora fəaliyyətinin bir neçə məqsədi var. Biri də həmin ölkədə Azərbaycan həqiqətlərini yaymaqdır. Və yerli xalqlardan da biz oraya əgər kimlərsə o təşkilatı cəlb eləyə bilirlərsə, Azərbaycan haqqında əlavə məlumatlar verirlərsə, bundan hesab edirəm ki, yaxşı haldır. Və mən bir şey dedim, ümumiyyətlə diaspora təşkilatlarında tək Azərbaycanlılar yox, Azərbaycan çox millətli bir dövlət olubdur və ittifaq dağılandan sonra çox adam buradan köçüb getdi dünyanın müxtəlif ölkələrinə. Amma mən internetdən oxuyuram və digər mənbələrdən məlumat alıram ki, 30 il, 20 il, 40 il əvvəl Azərbaycandan köçüb gedən insanlar bu gün də Azərbaycan xalqına böyük hörmət bəsləyirlər, Azərbaycanda orada təbliğ eləyirlər, sevirlər Azərbaycanı. Onların arasında Azərbaycana gəlmək istəyənlər çoxdur. Xüsusən də məsələn mənə dəfələrlə rast gəlibdir. Rus millətindən olan, Yəhudi millətindən olan və digər millətlərdən olan insanlar Bakı haqqında gözəl şeirlər yazıblar, mahnılar ifa eləyiblər. Gözəl esselər yazıblar. Məsələn mən bir Leninqradda yaşayan bir xanımın essesini oxudum. Onların kökü də elə Azərbaycandan olub, atası, anası və s. Sonra ailəvi köçüb gediblər. Bakını o qədər gözəl təsvir eləyir ki, mən sizi inandırım, bəlkə də Azərbaycanda rus dilli jurnalistlərin arasında Azərbaycan xalqının mentalitetini, Bakının gözəlliyini, xalqın gözəl xüsusiyyətlərini bəlkə bizim öz jurnalistlərimiz onu qədər gözəl tərənnüm eləyə bilməz. Mən o yazını çalışaram, tapım, sizə yollayım, rus dilindədir. Gözləyəcəm. O yollayım, siz də ondan müəyyən bir hissələr verilişinizdə oxuya bilərsiniz. Və hətta sonra ola da bilər ki, o müəllifi də axtarıb tapmaq olar və s. O mətni yazmağından mən gördüm ki, o yüksək ziyalı və o düşüncələrindən gördüm yüksək ziyalı bir insandır o da. Yəni o diaspora təşkilatları təbii ki, Azərbaycanlılardan ibarət olmalıdır, amma Azərbaycanı sevən, Azərbaycanın dostu olan və yaxud da dostu olmaq istəyən insanları da ora cəlb eləmək olar. Vətən eşqi, vətəndaşlıq hissi, hər an dəyişən dünyamızın dəyişməyən dəyəri. İndi nəinki sizin, bütün dünyanın diqqəti bizdədir. Çünki efirdə bəşəriyyətin şah əsərini yaradan bir xalqın səsi və sözüdür. Əziz dinləyicilərimiz, bildiyiniz kimi mövzumuzdan asılı olmayaraq hər hansı bir söhbətimizin məntiqində əlbəttə ki, dünya Azərbaycanlılarının birliyi məsələsi vurğulanır. Elə bugünkü həm söhbətimizlə də bu barədə söhbətimiz oldu. Birlik üçün dildə birlik olmalıdır, düşüncədə birlik olmalıdır, təfəkkürdə birlik olmalıdır. Və bu birlik də, bunlar hamısı təhsil vasitəsilə yaranır. Və biz nəzərə alsaq ki, bizim diasporada yaşayan insanlar başqa ölkələrdə yaşayırlar, onların oxuduğu dərsliklər başqa millətlər tərəfindən yazılıbdır, orada başqa ideologiyalar təbliğ olunur, başqa ədəbiyyat təbliğ olunur, onlar başqa xalqın tarixini, ədəbiyyatını öyrənirlər və s. Amma bu birliyi yaratmaq üçün biz çalışmalıyıq ki, onlar harda olsalar da Azərbaycanla bağlı bu məlumatları da ala bilsinlər. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan ədəbiyyatı, Azərbaycan folkloru, musiqisi, mədəniyyətinin müxtəlif istiqamətləri
və bununla ötürü də sistemli şəkildə təhsil olmalı. Yəni bu texnologiyalar əgər imkan verirsə, insan hətta kosmosa uçsa da əlində planşetlə, harda internetə giriş imkanı var, əlində planşetlə istənilən məlumatı, təhsili alsın. Bu onlayn təhsil bütün dünyanı artıq əhatə eləyibdir. Hətta böyük universitetləri sıxışdırır. Vaxtilə Bill Gatesin sözü var idi. Deyirdi 10 ildən sonra universitetlər internetlə rəqabət apara bilməyəcək. Həmin o müddət gəlib çatıbdır. Və həmin o internetin imkanlarından istifadə edərək biz o diasporanın birliyini təşkil etməliyik. O birlik də deməli düşüncədə, dildə, təfəkkürdə, əqidədə birlikdən olmalıdır. Bunların da kökü təhsillə gəlir. Biz də burada çalışmalıyıq ki, elə bir onlayn bir universitet yaradaq ki, distant təhsil verə bilən universitet yaradaq ki, o diasporada olan deməli 3-4 yaşından başlamış uşaqları başlasın, orta məktəbdə oxuyanda, hətta universitetdə oxuyanda, özü tək orada gələcəkdə tək Azərbaycanla bağlı məlumat yox, biz orada müxtəlif dillər də öyrədə bilərik. Məsələn, elə insanlar var Azərbaycandan köçüb gedib son vaxtlar, deyək ki, Rusiyada ya bir başqa ölkədədir, o ölkənin dilini bilmir. Biz orada Azərbaycanlılar üçün Rus dili kursu, Azərbaycanlılar üçün İngilis dili kursu, Azərbaycanlılar üçün Alman dili kursu, belə kurslar da təşkil edə bilər ki, artıq onlar ilkin hazırlığı burada keçsinlər, dil mühitində yaşayırlar, yavaş-yavaş danışdıqca praktika toplasınlar və mükəmməlləşdirmək üçün yaşadığı ölkədə davamı ilə başqa kurslara getsinlər. Bu şəkildə o birliyi də, düşüncəni də formalaşdırmaq lazımdır. Verilişimiz davam edir. Xaricdəki həmvətənlilərimizin hər biri Azərbaycan həqiqətlərinin canlı daşıyıcılarıdır. Bu baxımdan hər bir azərbaycanlı doğma yurdu, vətəni haqqında hər bir məlumata malik olmalıdır. Tariximiz, mədəniyyətimiz bir yana, təəssüf olsun ki, bəzi xaricdəki soydaşlarımız işğalda olan bölgələrimizin adını belə tam olaraq vurğulamaqda çətinlik çəkirlər. Bu hal xüsusi olaraq bəzi gənclərimizdə müşahidə olunur və bu acı da olsa həqiqətdir ki, işğalda olan torpaqlarımızın adını saymaqda bir çox gənclərimiz doğrudan da çətinlik çəkirlər. Doğrudur, bu çox az hallarda təsadüf olunur, amma nə dərəcədə olursa olsun, əlbəttə ki, bu yol verilməz bir haldır. Çünki işğalda olan torpaqlarımızın hər birinin adını bilməyən hər hansı bir gəncimizdən hansı gələcəyimizi gözləmək olar ki? Nəsil dəyişir. İndi elə nəsil gəlib ki, onlar Qarabağ döyüşlərindən sonra doğulublar və s. Ona görə də mütəmadi olaraq bu məlumatlar yeni nəslin də qulağına çatdırılmalıdır. Mətbuat vasitəsilə, efir vasitəsilə. Yəni bunu təkrar etmək lazımdır. Yəni bunu ümidinə qoymayaq ki, valideyn desin, məktəb desin, kimsə desin. Yəni hərə öz iş yerində bununla əlaqəli nə iş görə bilərsə onu eləsin. Məsələn, biz efirdə söhbət ediriksə, söz arası o ərazilərin adını çəkək ki, bizim falan ərazilərimiz falan ildən işğal olubdur. Bəli, biz bunu yerinə yetiririk. Bəli. Amma o Qarabağ hadisələrindən bugünkü nəsil heç bir köynək belə uzaqlaşmayıb. Hələ bu məsələ evdə uşaqlara deyilməlidir. Biz hələ canlı bunu danışmalıyıq. Axı şahidik hamımız. Bəli. Amma heç bir köynək belə uzaqlaşmadan hələ indiki uşaqlar vaxtda məlumatlı deyillər. Bəni bu baxımdan nə edək baba? Onun üçün lazımdır bizə təqribatlar. Biz bunu daima təkrar eləməliyik, diqqətə çatdırmalıyıq müxtəlif kanallarla. O vaxta qədər ki, sonuncu kəndi geri alaq. Bəli. Ondan sonra da biz bunu unutmamalıyıq. Çünki bu bizim üçün bir ibrət oldu. Biz bildik ki, hansı bir millətlə qonşu yox. Bax, bizim bu problemlərin bir kökü də bu olmuşdu ki, biz 15-ci ildə olan hadisələri, 18-ci ildə olan hadisələri 70 ilin ərzində gizli saxladıq. Yəni, Bakı soyqırımı, Bakıda olan qətliam haqqında, Qubada, Lənkəranda və digər yerlərdə erməni, bolşevik, daşnaq dəstələrinin burada törətdikləri haqqında biz az məlumatlı olmuşuq. 70 ilin ərzində öz vətəndaşlarımıza məlumat verməmişik. Türk Qafqaz ordusunun Bakıya gəlməsi, Azərbaycana gəlməsi, Bakını xilas eləməsi. Daima bunu yaddaşımızda saxlamalı və inşallah Qarabağı da işğaldan azad edəndən sonra da biz daima bunu təkrar eləməliyik ki, bax belə olmuşdu, uzun müddət işğal altında qaldı, sonra müəyyən yollarla biz o ərazimizi azad eləyə bildik və bunu yeni nəsil, sonraki nəsillər 10 illiklər, 100 illiklər ərzində daima bilməlidir, unutmasınlar.
Əziz dinləyicilərimiz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov bu məzmunlu və ətraflı müsahibəsindən sonra verilişimizə də münasibət bildirməyi unutmadı. Əvvəla sizin veriliş çox maraqlı və çox lazımlı bir verilişdir. Uğur arzu edirəm. İkinci, dünyanın müxtəlif köşələrinə səpələnmiş Azərbaycanlıların hamısına can sağlığı arzu edirəm, işlərinə uğur arzu edirəm. Və arzu edirəm ki, onlar özləri şəxsən ana ata kimi Azərbaycana bağlılığını unutmasınlar və öz yeni gələn körpələrini, yeni gələn nəsli də Azərbaycan ruhunda tərbiyə eləsinlər. Belə bir varislik olmalıdır. Bu halda Azərbaycan inkişaf eləyər, dövlət inkişaf eləyər, millət inkişaf eləyər və onlar da hərəsi hansı ölkədə yaşayırlarsa uğur qazansınlar. İstəyir musiqidə, elmdə, təhsildə, idmanda və Azərbaycanlı kimi bu uğuru təbliğ eləməklə həm də Azərbaycanı təmsil və təbliğ eləmiş olarlar. Vətən eşqi, vətəndaşlıq hissi, hər an dəyişən dünyamızın dəyişməyən dəyəri. Azerbaycan, sen anamın biri vardı, biri yoktu. Nağılısan, Təbriz adlı bir yalnızısan. Azerbaycan, sen babamın demir kapı Dərbənd adlı, gözü yolda həsrət dolu bir arzususan. Azerbaycan, 50 milyon bir milletin ümidi sen penalsan. Azerbaycan, Şuşa boyda feryadımsan, şah gururlu can bakımsan. Biz seninle çok güçlüyük, sensiz hiç değilik. Biz seninle en uğurlu bir geleceğik. Dağlar dalar sulardan sen doğulmuşsan. Büyük tarih yazmak için can Azerbaycan. Biz seninle çok güçlüyük, sensiz hiç değilik. Biz seninle en uğurlu bir geleceğik. Dağlar dalar sulardan sen doğulmuşsan. Büyük tarih yazmak için can Azerbaycan. Azerbaycan, sen anamın biri vardı, biri yoktu. Nağılısan, Şəhriyar tek bir harayınsan. Azerbaycan, sen bizlerin canı ile, şehitlerin kanı ile, yad ellere mert cevabınsan. Azerbaycan, 50 milyon bir milletin ümidi sen penahısan. Azerbaycan, Şuşa boyda feryadımsan, şah gururlu can bakımsan. Biz seninle çok güçlüyük, sensiz hiç değilik. Biz seninle en uğurlu bir geleceğik. Dağlar dalar sulardan sen doğulmuşsan. Büyük tarih yazmak için can Azerbaycan. Biz seninle çok güçlüyük, sensiz hiç değilik. Biz seninle en uğurlu bir geleceğik. Dağlar dalar sulardan sen doğulmuşsan. Büyük tarih yazmak için can Azerbaycan. Biz seninle çok güçlüyük, sensiz hiç değilik. Biz seninle en uğurlu bir geleceğik. Duvarlar dalar sulardan sen doğulmuşsan. Büyük tarih yazmak için can Azerbaycan. Biz seninle çok güçlüyük, sensiz hiç değilik. Biz seninle en uğurlu bir geleceğik. Duvarlar dalar sulardan sen doğulmuşsan. Büyük tarih yazmak
Verilişimiz davam edir əziz dinləyicilərimiz. Xatırladıram ki, siz Azərbaycan Radiosunda ünvanımız Azərbaycandır verilişini dinləyirsiniz. Hər bir işin təməli olan elm və texnikanın inkişaf məsələsi verilişimizdə daimi səslənən mövzulardan biridir. Bu haqda biraz əvvəl də söhbətimiz oldu və indi təqdim edəcəyimiz mövzu da təhsillə bağlıdır. Amma bu mövzu ətrafında şərh edəcəyimiz məsələlər əlbəttə ki, eyni deyil, müxtəlifdir. Günel Rüstəmovanın təqdim edəcəyi süjetdə Azərbaycan təhsilinin və texnikasının inkişafı və xarici ölkələrdə təbliğatından söhbət açılacaq. İnsan amili dünyanın inkişafında əsas canlı mexanizmdir. Bilirsiniz ki, müasir zamanda rəqabətə davamlı olmaq çox mürəkkəb məsələdir. Təhsilin təşkilinə artan tələbat da bu zərurətlə izah olunur. Hazırda təhsil sistemlərində 3D texnologiyaları tətbiq olunur və virtual reallıq kök salır. Əgər insan həyatda uğurlu olmaq istəyirsə, zamanın tələblərinə və real həyatın dəyişikliklərinə uyğun olmalıdır. Bu inkişafın əsas təməlində əlbəttə təhsil dayanır. Studiyamızın qonağı beynəlxalq təlimçi Seymur İlyasovdur. Seymur müəllim, studiyamıza xoş gəlmisiniz. Salam, xoş gördük. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də inkişaf gedir. Mən istəyərdim ki, Azərbaycan təhsilinə xarici inteqrasiya və Azərbaycan təhsil modelindən bəhs eləyəsiniz, zəhmət olmasa. Çox sağ olun əvvəlcə dəvət elədiyiniz üçün. Mənim üçün də çox xoşdur bu gün burada bu mövzunu bərabər müzakirə eləmək. Təhsil həqiqətən bir toplumun inkişafında ən önəmli faktorlardandır. Təhsildə nə önəmlidir? Təhsildə önəmli olan odur ki, lazım olan və bir toplumu inkişaf etdirə biləcək təhsilin təmin olunmasıdır. Azərbaycandakı təhsil modeli bu dəqiq üçün sizin də qeyd elədiyiniz kimi həqiqətən çox yüksək səviyyədə inkişaf gedir. Bu öz sözünün təhsildə də deyir. Bu gün etibarilə universitetlərimiz, xüsusən də idarəetmə sahəsindəki təhsil verən müəssisələr və ya universitetlərin idarəetmə sahəsində təhsil verən fakültələri və ya ixtisasları bu gün etibarilə dünyanın ən inkişaf eləmiş Amerikanın, Kanadanın, Almaniyanın, Yaponiyanın idarəetmə sistemlərini, oranın dərsliklərini və oranın vəsaitlərini tədris eləyirlər. Bəli. Bu da o deməkdir ki, bu gün etibarilə təhsil alan tələbələr gələcəkdə Avropada və dünyanın digər ölkələrində rahatlıqla ya təhsilin bir sonrakı pilləsində və ya orada iş tapma, çalışma və ya oradakı təcrübələr gətirib burada inteqrasiya etmə imkanlarına malik olacaqlar. Bu da çox böyük üstünlükdür. Əlbəttə ki, bildiyimiz kimi siz dünyanın bir sıra ölkələrində olmusunuz. Sırf təhsillə əlaqədar, təhsilinizin inkişafı ilə əlaqədar digər ölkələrə getmisiniz. Elə qardaş Türkiyədən başlayaq. Doktorantura təhsilini siz qardaş Türkiyə ölkəsində almısınız. Zəhmət olmasa bu barədə dinləyicilərimizə məlumat verərdiniz. Mən burada bakalavr və magistratura ixtisasını sənayenin təşkili və idarə olunması ixtisası üzrə tamamlamışdım. Daha sonra doktorantura təhsili üçün baxdım ki, daha fərqli, əlavə olaraq başqa bir ölkənin təcrübəsini necə əldə edə bilərəm. Qonşu Türkiyənin İstanbul Texnik Universitetində davam etməyə qərara gəldim və orada mənim diqqətimi çəkən bu idi. Bizdən fərqi nədir sizin sualınıza qüvvət? Orada bizdən fərqi bu idi ki, doktorantura pilləsində müəllimlər sizə hər hansı bir şey tədris eləmirlər. Doktorantura pilləsində xüsusi mövzular təyin olunur sizin ixtisasınıza uyğun və bu arada qeyd edeyim ki, mənim oradakı ixtisasım sənayenin təşkili və idarə olunması deyildi, müəssisələrin təşkili və idarə olunması idi daha çox. Yəni sadəcə sənaye deyildi. Ümumiyyətlə biznes sahəsinin bütün istiqamətləri üzrə idarə etmənin təşkili idi. Və orada diqqətimi çəkən yenə də məqam o idi ki, müəllimlər mövzunu verirdilər, hər kəs sırayla mövzunu danışırdı, izah eləyirdi. Müəllimlər sadəcə olaraq əlavələr eləyirdilər orada. Yəni bizim qeyd eləmədiyimiz və ya bizim axtarıb tapa bilmədiyimiz nüansları öz təcrübələrindən orada paylaşırdılar. İkinci, bəli, diqqətimi çəkən məqam da ondan ibarətdir ki, orada müəllimlərin bir çoxu sənayedə və iş dünyasında işləmiş təcrübəsi olan insanlar idi və xaricdə, Amerikada, İngiltərədə yüksək səviyyədə doktorantura pilləsini və ya ondan yuxarı mərhələlər tamamlayıb gələn müəllimlər idi. Sözsüz ki, təcrübədən deyilən dərsin keyfiyyəti və nəticəsi, təsiri fərqlidir. Mütləq, əlbəttə ki. Çünki kitabı hamı oxuya bilir, amma hər kəs fərqli başa düşür. Doğru. Amma müəllim öz təcrübəsini danışır ki, bu metodu mən tətbiq elədim və əldə etdiyim uğur bundan ibarətdir. Bu firmaları da hardan götürüb hara qədər gətirə bildik deyə. O bir kitabdan və ya bir mövzudan qat-qat daha faydalı idi bizə. İşin nəzəri tərəfi gözəldir, amma tətbiq sahəsi, praktik sahəsini tələbələrlə bölüşmək bunun bir ayrıcalığı var, düzdürmü? Mütləq şəkildə ayrıcalığı var. Mən bir şeylə razı deyiləm açığı. Oradan gələndə belə bir dənə müzakirə oldu ki, dedilər ki, təcrübə çox önəmli bir şeydir. Amma mən sizə deyərdim ki, təhsilsiz təcrübənin bir önəmi yoxdur. Əlbəttə ki. Təhsil olmalıdır, üstəgələk təcrübə olmalıdır. Bunlar ikisi bir yerdə bir nəticə ortaya qoyurlar. Mütləq. Teoriyadan biz ayırıb bizə teoriya lazım deyil sözünü deyə bilmərik biz. Teoriya şərtdir. O bir bünövrədir. Teoriyasız təcrübə olar, amma istənilən səviyyədə olmaz. Təcrübəsiz də teoriya olmaz.
İkisi bir-birini tamamlayır. Mütləq şəkildə bunlar vəhdət təşkil edirlər. Teoriya olmalıdır ki, sizin müəyyən bazanız olsun ki, ondan nəyi istifadə edə biləcəyinizi və nəyi harda istifadə edə biləcəyinizi biləsiniz. Bizim Azərbaycan gəncləri bilirsiniz ki, dünyanın bir sıra ölkələrində həm təhsil sahəsində, elm sahəsində, həm sahibkarlıq sahəsində istənilən sahədə görürsünüz ki, uğurlar əldə edirlər. İdman, burada başqa sahələr də var ki, onları qeyd etmək olar. Amma mən yenə də təhsilin üzərində dayanmaq istəyirəm, çünki siz qeyd etdiyiniz kimi təhsil bünövrədir. Təhsil şərtdir. Dünyanın başqa ölkələrində olmusunuz, hansı ki, bura İsrail də daxildir. Siz zəhmət olmasa oradakı təcrübələrinizdən və oradakı öyrəndiyiniz modelləri Azərbaycan təhsilinə belə deyək də tətbiqindən edirsinizmi ümumiyyətlə? Sizin də xüsusi metodlarınız var, bilirəm. Çünki sizin tələbələriniz var, yetişdirirsiniz. Bu sahədə istəyərdim dinləyicilərimizə məlumat verəsiniz. İsrailə getmə səbəbim əslində çalışdığım şirkətdən göndərmişdilər və proseslərin optimallaşdırılması istiqamətində bir təlim idi. Özümü çox xoşbəxt hiss edirəm ki, sırf o təlimdə oldum və həqiqətən də proseslərin optimallaşdırılmasının real olaraq başqa ölkələrdə, Türkiyənin xaricində, bu Avropada və digər ölkələrdə, sənayenin çox inkişaf eləmiş ölkələrində hansı səviyyədə olduğunu gözümlə gördüm və onun da sırf təlimini təcrübəli adamlardan, o işi icra edən adamlardan öyrənmiş oldum. Bu çox böyük bir üstünlük təmin elədi mənə açığı və diqqətimi çəkən məqam o idi ki, biz o təlimə başlayanda binanın üstünə bir yazı yazılmışdı. İnnovasiyalar heç vaxt dayanmır. Həqiqətən də o binada siz təsəvvür edin ki, 5 ölkədən 207 nəfər təlimə gəlmişdi. Orada çox yüksək səviyyədə biznes proseslərinin optimallaşdırılması, yəni faydalılığı nətər təmin edə bilərsiniz, israfları nətəri azalda bilərsiniz, qazanclılığı necə artıra bilərsiniz. Məhdud sayda işçimiz var, dəzgahımız var, məhdud sayda vasitələrimiz var. Amma bunları biz necə eləyə bilərik ki, daha çox gəlir əldə edək biz? İtkimiz az olsun, israfımız az olsun, optimal istifadə eləyək. Orada öyrətdilər bizə həmən metodları və real həyatdan, sənayedən götürülmüş təcrübələrlə özlərinin elədiyi işi bizə öyrətdilər. Çox gözəl. Çox yüksək səviyyədə. Həmən metodları siz Azərbaycanda ümumiyyətlə istifadə edirsiniz təlimlərinizdə. Sizin də bilirik ki, müxtəlif treninqləriniz olur və siz Bakı Mühəndislik Universitetində müəyyən müddətdə dərs demisiniz, tələbələriniz olub. Sözsüz ki, o təcrübələri biz bura gətirib tətbiq eləmək üçün öyrənməyə getmişdik. Əgər o təcrübəni biz bura gətirib tətbiq eləməsək, yəni bizim getməyimizin bir mənası da qalmırdı. Gedib öyrənməyimizin də bir faydası olmayasıydı bizə. Əsas istəyimiz o idi ki, həmən təcrübələri gətirib tətbiq eləyək və tətbiqdən sonra nəticə əldə eləyək. Çalışdığımız yerə, sənayemizə faydası olsun və onun xaricində də bayaq da çox gözəl qeyd elədiniz. Təlimlər də verəndə teoriyadan deyil, real praktikadan. Amma bu Avropada və İsraildə tətbiq olunan praktikadan yox, özümüz nətəri tətbiq elədik və bu gün etibarilə həmən o metodların hansını sənayemizdə hansı şəkildə biz istifadə edirik və uğurlar əldə edirik, onu bu dəqiqə biz tədris edirik. Çünki artıq o təcrübə bizim sənayelərdə də formalaşmağa başladı, tətbiq olunmağa başladı. Maraqlısı da ondan ibarətdir ki, yəni biz Azərbaycanlıyıq, düzdür? Burada təcrübə tamam başqa cür gedir. Yəni sənayedə. Avropada tamam başqa cürdür. Yəni onların o təcrübənin bura transfer olunması belə müəyyən müddət alır. Amma bəzilərini doğrudan da qəbul edirik, bəzilərini isə bizdə dominant qalır, qəbul eləmirik. Çünki biz öz sənayemizi bilirik. Bura ekologiyada təsir eləyir, bura digər kənar ünsürlər də təsir eləyir. Çünki siz məndən daha yaxşı bilərsiniz işin professionalı kimi. Yəni bu kimi detallardan danışmağınızı istəyərdim. Rastlaşdığınız risklər, problemlər və risklərin həlli istiqamətində addımladığınız hansı ki bu teoriyalar var, onları necə tətbiq edirsiniz işlərinizə? Əvvəlcə onu qeyd edeyim ki, hər hansı bir söhbət sənayedən gedə də bilər, getməyə də bilər. Yəni qeyri-sənaye sektorda ola bilər, o xidmət sektorda ola bilər. Bəli. Ümumiyyətlə bir işin idarə olunmasını mükəmməl şəkildə eləmək üçün o işi öyrənmək və bilmək lazımdır. Mütləq qaydada. Bu iş nə şəkildə təşkil olunur? Bu işin kritik hissələri, kritik tərəfləri nələrdir? Nələrə mən daha çox diqqət verməliyəm, diqqət ayırmalıyam? Prioritetlərim burada nələrdir? Risklərim nələrdən ibarətdir? Bu texniki də ola bilər, iqtisadi risk də ola bilər və digər risklər də ola bilər. Bunlar ən birinci ölçülməli və qiymətləndirilməlidir və onun əsasında proses təşkil və idarə olunmalıdır. Bizdəki çatışmamazlıqlar, yəni sırf sənaye və digər yöndən biraz işin bu tərəfinə diqqət olunmamağından qaynaqlanır. Mənim müşahidə elədiklərim ki, qiymətləndirilmə, yəni hazırlıq hissəsi biraz tam yüksək səviyyədə olunmadığı üçün müəyyən problemlər çıxırlar. Məsələn, Yaponiyada açığı rastlaşdığım belə bir deyim var idi ki, bizə 10 saat vaxt təyin eləsəniz, biz onun 9-un hazırlığa həsr eləyərik. Sadəcə 1 saatında biz işi icra eləyərik. Hazırlıq bu qədər önəmli bir faktordur. Amma bu gün etibarilə sənaye müəssisələrimizdəki çatışmazlıq ondan ibarətdir ki, hazırlıq müddətlərinə çox diqqət olunmur. Onu biraz artırdıqda biz, ona biraz daha mükəmməl yanaşdıqda, təbii ki, nəticə çox daha mükəmməl və effektiv olacaq.
Bəli, əziz dinləyicilər, 105 FM dalğasında ünvanımız Azərbaycan verilişinin qonağı beynəlxalq təlimçi Seymur İlyasov idi. Sağ olun, növbəti verilişlərdə görüşənədək. Verilişimizin son səhifəsini təqdim etdik əziz dinləyicilərimiz. Ümid edirəm ki, bugünkü mövzularımız ətrafındakı söhbətlərimiz sizin böyük marağınıza səbəb oldu. Bəli əziz dinləyicilərimiz, çal-çağırlı proqramlar, hay-küylü şoular, musiqili reklamlar, bax bütün bunlar hərdən sizi özünə cəlb edib məşğul etsə də, əsas fikriniz yenə də bizdə olsun. Çünki hər bir xalqın firavanlığı və xoşbəxtliyi onun güclü ölkəsinin sütunları üzərində bərqərar olur. Kim, harda yurdumuzun daha da inkişaf etməsi və düşmən əsirliyində olan torpaqlarımızın azadlığı naminə nə işlər görür? Hər bir Azərbaycanlının bu sualın qarşısında alnı açıq, üzü ağ görmək arzusu ilə hələlik sağollaşırıq sizinlə. Amma hələlik sağollaşıb ayrılsaq da əziz dinləyicilərimiz, bilirsiniz ki, diqqətimiz həmişə sizdədir. Sizin də diqqətiniz həmişə bizdə olsun. Əlbəttə, Azərbaycan radiosunda. Xarici ölkələrdə yaşayan soydaşlarımızın məşğuliyyəti və diaspor fəaliyyətini işıqlandıran ünvanımız Azərbaycandır verilişini sizə Mətanət Əzimova təqdim etdi. Verilişin rejissoru Əli Hüseynov, səs montajçısı Rəşadə Nəvai qızıdır. Sağ olun əziz dinləyicilərimiz, görüşənədək.